Bugünkü mövzumuz Azərbaycanın coğrafi mövqeyi və Azərbaycanın relyefidir. Ümumiyyətlə, Azərbaycan əlverişli coğrafi mövqeyidə yerləşir. Yəni, Avropa və Asiya qitələrinin birləşdiyi regionda yerləşir və onun sahəsi 6,6 min kvadrat kilometrdir. Paytaxtı isə bildiyimiz kimi Bakı şəhəridir və 5 ölkə ilə həmsərhəddir. Bu ölkələr Rusiya, Gürcüstan, Türkiyə, İran, Ermənistan, şərqdən isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Azərbaycanın sərhəddə olduğu ölkələrdən daha ətraflı danışmazdan əvvəl bir neçə nüansa toxunmaq istəyirəm. İlk öncə gəlin baxaq görək Azərbaycan hansı enlikdə və hansı uzunluqlarda yerləşir. Təxmini olaraq 38 və 40 paralellər arasında, 45-51 uzunluqlar arasında yerləşir. Ucqar nöqtələri şimalda, xəritədə göstərəcəm indi. Şimalda Qutondağ, cənubda Astara çay, qərbdə Sədərək, şərqdə isə Şahdili. Ümumiyyətlə, bəzən qərb ucqar nöqtəsini Candargöldə götürürlər. Bunu da yadınızda saxlayarsınız. İndi gəlin keçək sərhəddə olduğu ölkələr haqqında daha ətraflı danışmağa. Ümumiyyətlə, Azərbaycanın sərhəddinin ümumi uzunluğu 3474 kilometrdir və dedik ki, şərqində Xəzər dənizi yerləşir. Və buna görə də deyirik ki, sahil xəttinin uzunluğu 825 kilometrdir. Deməli, Azərbaycandan şimalda Rusiya Federasiyası yerləşir və Rusiya ilə olan sərhəddimizin uzunluğu 391 kilometrdir. Rusiya ilə sərhəddə yerləşən məntəqələr. Bu hissədə Samur çayı, Sudur silsiləsi, daha sonra Bazardüzü zirvəsi, Baş su ayrıcı silsiləsi və bu hissədə Qutondağ. Şimal-qərbdən Gürcüstanla sərhəddir. Sərhəddən uzunluğu 471 kilometrdir. Sərhəddə yerləşən məntəqələr. Bu hissədə Candargöldür. Burada Ceyrançöl alçaq dağlığıdır. Sonra Çobandağ təxmini bu hissələrdədir. Daha sonra Mazım çay bu hissədə, Qanıq çayı və Qabırlı çayları təşkil edir sərhəd məntəqələrini. Cənub-qərbdə isə Türkiyə ilə sərhəddik və ən qısa sərhəddimiz Türkiyə iləndir, 15 kilometrdir. Yalnızca Naxçıvan ərazisində Türkiyə ilə sərhəddimiz var. O da buradadır, Sədərəkdə. Burada məntəqə olaraq Sədərək və yaxud da Araz çay kimi verilə bilər. Qərbdə isə Ermənistanla sərhəddir. Ən uzun sərhəddimiz Ermənistanlandır və uzunluğu 1007 kilometrdir sərhəddin. Burada isə sərhəd məntəqələri Murğuz silsiləsidir, Şahdağ silsiləsidir, daha sonra Şərqi Göyçə silsiləsidir. Bu hissədə Yazı düzüdür, Zəngəzur və Dərələyəz silsilələri və bir də Qarabağ vulkanik ailəsi Ermənistanla sərhəd məntəqələrimizdir. Cənubdan İrandan sərhəddir və sərhədin uzunluğu 765 kilometrdir. İranla sərhəd məntəqələrimiz Araz çayı bu hissəyə qədər. Daha sonra Muğan düzü, bu hissədə Bolqar çay, daha sonra Talış dağları və Astara çay. Şərqində isə bayaq da qeyd etdiyim kimi Xəzər dənizi yerləşir, yəni Xəzər dənizi ilə sərhəddir, əhatə olunub daha doğrusu və Xəzər dənizində yarımada və adalar yerləşir. Azərbaycana xas olan adalardan Pirallahı, Böyük Sirə, Xərəzirə, Çilov, Muğan adalarını misal göstərə bilərik. Yarımadalardan isə Abşeron və Kürdili adalarını, körfəzlərdən Bakı buxtası və Qızılağac körfəzini misal göstərmək olar. Xəzər dənizi haqqında danışaq. Xəzər dənizi ümumiyyətlə dəniz adlandırılmağına baxmayaraq Xəzər göldür
Bəs nəyə görə bu dəniz adlandırılır? Ümumiyyətlə o canlılar aləminə və bəzi geoloji xüsusiyyətlərinə, kimyəvi, fiziki xüsusiyyətlərinə görə dəniz adlandırılır. Yəni dənizlə oxşar xüsusiyyətləri olduğuna görə dəniz adlandırılır. Əslində isə göldür və qapalı bir hövzədir. Və qapalı hövzədən dünya okeanına real olaraq çıxış mümkün deyil. Amma Azərbaycan Xəzərə tökülən Volqa çayı vasitəsilə dünya okeanına çıxa bilir. İndi isə gəlin Azərbaycanın relyef formaları haqqında danışaq. Ümumiyyətlə biz relyef formaları haqqında danışanda demişdik ki, relyef formaları iki cür olur. Endogen relyef formaları və eksogen relyef formaları. İlk öncə başlayaq endogen relyef formalarından. Endogen relyef formalarına biz dağları, düzənlikləri, ovalıqları və s. aid etmişdik. Və Azərbaycanda indi gəlin görək bunlar hansılardır və harda yerləşir. Ümumiyyətlə Azərbaycanda mütləq hündürlük Baltik dənizindən ölçülür. Orta hündürlüyümüz 657 metrdir. Ən hündür nöqtəmiz 4466 metrdir. Bazardüzü zirvəsi burada yerləşir. Ən alçaq nöqtə isə Xəzər dənizi sahillərində yerləşir, -27 metrdir. Azərbaycanda ən böyük relyef vahidlərinə baxsaq, Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağlarıdır, bir də Kür-Araz ovalığıdır. İlk olaraq başlayaq Böyük Qafqaz dağlarından danışmağa. Ümumiyyətlə, Böyük Qafqaz dağları Taman yarımadasından, yəni Rusiya ərazisindən başlayır və Abşeron yarımadasına qədər 1500 kilometr məsafədə uzanır. Amma Azərbaycan ərazisinə baxsaq, Azərbaycan ərazisində Tinovrosta zirvəsindən, yəni bu ərazidən başlayaraq Abşeron yarımadasına qədər bu istiqamətdə uzanır. Hətta Abşeron yarımadasından da Xəzər dənizinin altı ilə davam eləyərək Qazaxstana qədər davam edir. Yəni ora qədər uzanır Böyük Qafqaz dağları. Gəlin ilk öncə Böyük Qafqaz dağlarından danışaq ətraflı şəkildə. Böyük Qafqaz dağlarının əsas hissələri, təbii ki də Azərbaycanın ərazisindən danışırıq. Baş Qafqaz silsiləsi və yan silsilədir. Ümumiyyətlə Baş Qafqaz silsiləsinin Babadağ zirvəsinə qədər olan hissəsi, yəni bura qədər olan hissəsi kəskin parçalanmışdı. Amma buradan cənub-şərqə qədər davam edən hissəsi az parçalanıb və şimal-qərbdən cənub-şərqə doğru hündürlüyü də azalır. Daha sonra burada Baş Qafqaz və yan silsilədən başqa Sudur silsiləsidir. Daha sonra Qaflandır, Güneydir, Qaynar Arxacdır, Cəfər yaylaqdır, Qovdağdır, Niyaldağdır, Qara Məryəm, Ləngəbiz, Ələt, Qobustan alçaq dağlığıdır, Dübrardır, Təngidir və s. bu silsilələr də mövcuddur. Baş Qafqaz silsiləsinin ən hündür zirvəsi, baxın Baş Qafqaz silsiləsi budur və ən hündür zirvəsi Bazardüzüdür. Hündürlüyü 4466 metrdir. Bir də yan silsilə var dedik. Yan silsilənin ən hündür zirvəsi isə Şahdağ zirvəsidir və hündürlüyü 4243 metrdir. İndi isə gəlin baxaq Kiçik Qafqaza. Ümumiyyətlə Kiçik Qafqaz bu ərazidə yerləşir. Hətta Dərələyəz və Zəngəzur silsilələri də Kiçik Qafqaza daxildir. İndi gəlin görək Kiçik Qafqaza hansı silsilələr aiddir. Görürsünüz burada bu hissədə Murğuz, Şahdağ silsiləsi, Qoşqar, Qaflanqala, daha sonra Murovdağ, burada Şərqi Göyçə silsiləsi, Qaraqaya, Xocayurt, Qarabağ silsiləsi, Vulkanik yayla, Dərələyəz və Zəngəzur silsilələrinin qolları, Əznəbürd, Duzdağ, Kükü, Darıdağ və Sarıdərə. Sonra Naxçıvanda bu hissədə Araz çayının sahillərində hündürlüyü 600 metrdən yüksək olan düzənliklər yerləşir, maylı düzənliklər yerləşir və bu düzənliklərə Arazboy düzənliklər və yaxud da Orta Araz deyilir və bu düzənliklərə Sədərək, Şərur,
Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzənliklərə aiddir. Bunları sırayla qərbdən şərqə doğru əzbərləməyiniz vacibdir. Kiçik Qafqazın ən hündür zirvəsi. Dedi ki, Kiçik Qafqaza həm buradakı silsilələr, həm də Dərələyəz və Zəngəzur silsilələrə aiddir. Və buna görə də Kiçik Qafqazın ən hündür zirvəsi Qapıcıqdır, 3904 metr. Dağlardan Böyük Qafqaz və Kiçik Qafqazı danışdıq. Qaldı bir dənə Talış dağları. Talış dağları isə Buravar və Peştəsər silsilələrindən ibarətdir. Talış dağları budur. Buravar, Peştəsər, bir də bu hissədə Dizdoni silsiləsi var. Kiçik bir hissədədir bu. Və ən hündür zirvələri Kömürköy və Qızyurdudur. 2493 Kömürköy, 2433 isə Qızyurdudur. Talış dağlarının şərq hissəsində baxın, bu hissədə, hətta buradakı xəritədə göstərim, daha aydın görəcəksiniz. Bu hissədə Lənkəran ovalığı yerləşir. İndi isə son olaraq gəlin danışaq. Ən əsas relyef formalarından biri olan Kür-Araz ovalığından. Kür-Araz ovalığı baxın, bu hissələri əhatə eləyir. Qərbdən şərqə doğru gəldikcə genişlənir və Xəzər dənizinin sahillərinə qədər uzanır. Baxın, buradan Xəzər dənizinin sahillərinə qədər uzanır və tərkibində gördüyünüz kimi bir çox düzənliklər yerləşir. Gəlin onları belə qruplaşdıraq. İlk öncə nəyə diqqət eləyək? Baxın, buradan axan Kür çayıdır, görürsünüz. Gəlin biz bu düzənlikləri Kür çayının sol sahili və sağ sahilində yerləşən olaraq iki qrupda birləşdirək. İlk öncə başlayaq sol sahilində yerləşənləri qruplaşdıraq. Bunlar Qarayazı düzü, Acınohur düzü, Şirvan düzü və cənub-şərqi Şirvan düzüdür. Sağ sahilində yerləşənlər Gəncə düzü, Xunam düzü, Qazax düzü, Qarabağ düzü, Mül düzü Kür və Araz çaylarının arasında yerləşir. Muğan düzü hər iki çayın da sağ sahilində yerləşir, yəni Kür və Araz çaylarının sağ sahilində. Salyan düzü isə Kür çayının sağ sahilində yerləşir. Bir də burada görürsünüz Gəyən, İncə və Hərəmi düzləri var. Bunlar isə Araz çayının sol sahilində yerləşir. Dağlıq, ovalıq, düzənlik əraziləri öyrəndik. İndi isə gəlin görək bu ərazilər Azərbaycan təsərrüfatına nə dərəcədə təsir edir. Ölkəmizdə düzənlik və dağətəyi rayonlarda suvarma və dəmyə əkinçiliyi geniş yayılıb. Həmçinin quş otlaqları kimi bu ərazilərdə istifadə olunur və əsas sənaye mərkəzləridir, iri şəhərlərdir, nəqliyyat magistrallarıdır. Bunlar da düzənlik və dağətəyi rayonlarda yerləşir. Və bir də var dağlıq rayonlar. Dağlıq rayonlarda isə relyef şəraiti çətin olduğuna görə və sıldırımlı yamaclar olduğuna görə burada nəqliyyatın işi çətinləşir və həmçinin yenə də burada təsərrüfat işləri, əkinçilik kimi təsərrüfat işlərinin həyata keçirilməsi mümkün deyil. Burada yalnızca otlaq və biçənək kimi təsərrüfat işləri həyata keçirilə bilir.